Həsənoğlunun 80 yaşı tamam oldu. Heyf olsun. Və bu məqamda Baku TV Ramiz Həsənoğlunun jubileyinə əlmədən olaraq bir film hazırladı. Qobustan jurnalı isə özünün bir nömrəsini bütövlükdə Ramiz Həsənoğlunun yarışına həsr elədi və bizə də, onun dostlarına da təbrik tribunası yaratdı bu jurnalda. Və üçüncü də Azərbaycan Dövlət Film Fondu bu iki əlməqanı bir araya gətirərək həm filmin təqdimatını keçirdi, həm də Qobustan jurnalının təqdimatını keçirdi. Ancaq mənim ürəyimdə bir xal qaldı. Bilirsiniz, bu nə xaldır? Azərbaycanın çox dəyərli ziyalısı. Fikir verin, mən rejissor sözündən istifadə edirəm. Rejissor olmaq asandır, yazıcı olmaq asandır, şair olmaq asandır, çatışmaz olmaq asandır. Amma ziyalı olmaq çox çətin məsələdir. Və Ramiz Həsənoğlu öz yaradıcılığında o mərtəbəyə yüksəldi. Yəni, o Azərbaycanın doğrudan doğruya dəyərli bir ziyalısına çevirdi. Və mən fikirləşirəm ki, bax, bu cür dəyərli bir ziyalının fenomenal tamaşaları olub və bu tamaşaları Azərbaycan xalqı yeni il şənliklərində, Novruz bayramlarında, ekran qarşısında gözləyib. Ötən ilin son gecəsi, evləri köndələn yar, yaşlı eynəkli adam, oradan-buradan, ac hərflər, bütün bunlar xalqın sevdiyi tamaşalar olurlar. Xalqın telefoklarını yaratmış tamaşalar olurlar. Və ona görə də, bu xalq nədən irəliyər? Onun 80 illik jubileyini bütün xalq ayaq üstə dayanıb alqışlamalıydı. Çünki televizyonu bu cür rejissor öz tamaşaları ilə fəth etmişdir. Düz deyil. İzdiham ola bilər mi? Yox. Sən mənim sözlərimi düz başa düşmədin. Söhbət bizdən getmir. Biz də xalqı təmsil edirik. Baku TV də xalqı təmsil edir. Azərbaycan Dövlət Film Fondu da xalqı təmsil edir. Ancaq mənə elə gəlir ki, doğrudan doğruya elə bir kütlə yaranmalıydı ki, onlar bu Ramiz Həsənoğlunun 80 illik anlaşmasıdır.